Jean Piaget'in deməli birinci mərhələsi odur ki, hissi hərəki mərhələdir. İkinci ilkin əməlidir. Üçüncü mərhələ konkret əməli, dördüncü formal əməlidir. İndi gəlin görək hissə hərəki nədir? İlkin əməli nədir? Konkret əməli və formal əməli nədir? Müəllimlər, hissə hərəki bilsiz hansı mərhələdir? Hissə uşaq doğulandan 2 yaşa qədər olandır. Yəni hissi hərəki, hisslərindən hərəkət etmək. Belə yadınızda saxlayın. Uşaq doğulandan 2 yaşa kimi ağılla hərəkət edəcək, məntiqlə hərəkət edəcək? Yox, hissləri ilə hərəkət edəcək. Ağında hələ ki nə məntiq var, nə belə dərin düşüncə var, belə deyim. Ancaq hissləri ilə hərəkət edəcək. Və bu əsasən ev mühiti olur 2 yaş arasında. 2 yaş belə deyim, 2 yaş doğulandan 2 yaşa olan kimi dövr, yəni hissə hərəki dövr nə ilə yadda qalır? Həmin xüsusiyyətləri deyəcəm, bir neçə nüansdır. Onlar birinci nə var onlarda? Birinci əşya davamlılığı mərhələsidir. Bu əşya davamlılığı mərhələsində məsələn uşaqlar bilmirəm diqqət eləmisiniz yoxsa yox müəllimlər. Bu 8-9 aylığına kimi onlar əlindən nəsə yerə atanda dalınca boylanıb baxmırlar. Niyə? Çünki elə bilirlər ki, da da əşya yoxdur, yoxa çıxdı. Əşya davamlılığı yoxdur da onlarda. Amma artıq 9 aydan sonra əşya davamlılığı yaranır. Misal üçün, əlindəki bir dənə əşyanı atsın yerə, dalınca deyəcək ki, ver. Səslə deyəcək də, ver deməyəcək də. Yəni, işarə ilə göstərəcək ki, dalınca ağlayacaq ki, o əşyanı ver mənə. Oyuncağı ver mənə. Onlarda əşya davamlılığı yaranır. Və həmçinin də ayrılıq təşvişi də bu dövrdədir. Uşaqlar bu yaş mərhələsində ayrılıq təşvişi yaşayırlar. Bu nə deməkdir? Valideyn yanından gedəndə elə bilirlər ki, valideyn getdi də gəlməyəcək. Ona görə ağlayırlar. Bilmirəm, müşahidə aparmısınız yoxsa yox. Uşaq ağlayır, özünü öldürür ki, anasının və atasının arxasınca ağlayır ki, anam getdi, atam getdi, bir də qayıtmayacaq. Məsələn, bu mərhələdə biz uşaqların yanında olmalıyıq, onları qucaqlamalıyıq, yəni Jean Piaget'in dediyi mərhələləri. Onlara təsəlli verməliyik. Uşaqdakı bu aylıq təşvişi içərisində belə deyim, yox səviyyəsinə endirməliyik ki, uşaqlar təşvişə düşməsin. Burada budur. Və bunlar da hisslərlə hərəkət edirlər. Deməli, bu mərhələdə oldu. Bir oldu əşya davamlılığı mərhələsi, ayrılıq təşvişi mərhələsi. Başqa bu mərhələdə elə bir mühüm xüsusiyyət yoxdur müəllimlər. Sonra bir saniyə. Sonra gəldirik nəyə? Sonra gəldik ilkin əməli mərhələyə. İlkin əməli mərhələ ikinci mərhələdir. Yəni bu mərhələdə, ilkin əməli mərhələdə şagirdlərin 2-7 yaş aralığını əhatə eləyir. 2-7 yaş aralığını və əsasən bağça dövrü, bir də ibtidai təhsilin əvvəli, hardasa 1-ci sinif, 2-ci sinifə yaxın belə əhatə eləyir. Bu mərhələdə nədir? Bu mərhələdə uşaqlarda böyüklərdən fərqlənir düşüncəsi. Necə fərqlənir? Onlar özlərini dünyanın mərkəzində görür. Egosentrizmdir onlar. Özlərini dünyanın mərkəzində görür. Onlar egosu mərkəzdə olur. Hər şeyi, gördükləri hər şeyi öz məhdud təcrübələrinə əsasən müəyyənləşdirir. Bu nə deməkdir məhdud təcrübə? Baxın, onlar elə bilir ki, misal üçün müşahidə edirlər ki, hal-hazırda görürlər ki, burada, aha, quş var, indi bu da it vardır. Görür, it hürür, it hürəndə quş uçur gedir. Onlar fikirləşirlər ki, məhdud təcrübədir. Demək, quşun uçmağından ötürü gərək it hürə. 50 dənə adam gəlsin desin ki, yox, ay qızım, ay oğlum, ehtiyac yoxdur, yəni quşun uçmağından ötürü itin hürməyinə. Deyəcək, yox. Gərək ki, quşun uçmağından ötürü it hürsün. Dediyi dedikdir. Özləri dediyi mərkəzdədir. Ta ki, özləri gözlərindən görməsə, inanmırlar. Yəni, heç kim də sözünü önəmsəmirlər. Bu egosentrizmdir. Yəni, bütün uşaqlar bu mərhələdən keçir. Adətən valideynlər deyir ki, çox çətin uşaqdır, çox tərsdir, dediyi dedikdir. Uşaq mən, nə bilim, amma elə qiymətləndirməyək. Yəni, belə deyim, bu nəzəriyyədən, uşaq psixologiyasından məlumatlı olanlar bilir ki, bütün uşaqlar bu mərhələni keçir. Hətta 2 yaş sindromu deyirlər həmin dövrə. 2 yaş sindromu vəbşi uşağın tərs dövrüdür. Məsələn, onlar nəyi sevirlər həmin mərhələdə? Nəyinə oynamaq? Oyuncaqlarla, evcik oynayırlar, müəllim, həkim, belə rollu oyunlar oynamaq sevirlər bu mərhələdə. Bu da oldu bizi 2-7 yaş ilkin əməli dövrü. İlkin əməli dövrü. Sonra gəlirik müəllimlər konkret əməli dövrə. Konkret əməli dövr 7-11 yaş aralığını əhatə eləyir. Burada məsələn onlarda hələ ki nə abstrakt olsun, nə deduktiv olsun, bu düşüncələr hələ formalaşmayıb. İnduktiv düşünmə deyə bilərik. Deməli, konkret əməldə hansı düşünmə formasında olur? İnduktiv düşünmədə olur. İnduktiv düşünmə hansı düşünməkdir? Xüsusi nümunələrdən ümumi nəticəyə gəlmək.
deməli, nümunələrdən nəticə, ümumi nəticəyə gəlmək konkret əməli mərhələdə var. Sonra, məsələn, bu dövrün xüsusiyyətləri nələrdir? Xüsusiyyətləri nələrdir? Səbəb-nəticə əlaqəsini qururlar, müqayisə var, təsnivat var. Səbəb-nəticə əlaqəsini qura bilirlər artıq. Sonra nə edə bilirlər? Artıq məsələn 7-11 yaşda uşaqlar əvvəllər məsəl üçün barmaqlarla sayırdılarsa, artıq beyinlərində düşünə bilirlər. Beyinlərində hesablama apara bilirlər bu mərhələdə. Yəni artıq bu biraz daha genişlənmiş mərhələdir. Digər, yəni ilkin əməliyə baxanda daha genişlənmiş mərhələ hesab olunur. Sonra başqa sonrakı mərhələmiz, sondakı mərhələmiz formal əməlidir. Formal əməlidə 11 yaş plus bir də yetkinlik yaşına kimi olan dövrdür. 11 yaş plus aiddir. Formal əməldə artıq uşaqlar, məsələn, abstrakt düşünə bilirlər. Abstrakt nədir? Mücərrəd düşüncə. Abstrakt düşünə bilirlər. Sonra necə düşünürlər? Deduktiv düşünmə. Baxın, formal əməldə test suallardır, ona görə deyirəm. Deduktiv düşünmə formaldadır, induktiv düşünmə konkret əməldədir. Deduktiv düşünmə nə idi müəllimlər? Məntiqdə keçdikdir, məntiqi təfəkkürdə. Deduktiv düşünmədə isə biz ümumi bir qaydadan gəlirdik, məsələn, nümunələr verirdik, nümunələrə gəlirdik. Nümunələr verirdiksə, bu bizim formal əməli mərhələmizə aiddir və məsələn, onlar fərziyyələr sürə bilirlər, daha dərindən düşünə bilirlər, məntiqi misallar həll edə bilirlər. Yəni artıq necə deyim, 11 yaş uşaq nələri bacara bilər? Bu mərhələdə onlar, yəni daha geniş, inkişaf etmiş mərhələ hesab olunur, formal əməli mərhələ. Bu qədər müəllimlər.